Değerli izleyiciler, bugün biz sizin görüşünüzde yeni tikili binada 2 otaqlı mənzilin satışı ilə gəlmişik. Bina yerləşir 8-ci mikrorayonda Varovski dairəsinin yaxınlığında. Yeni tikili binadır. Həm qaz var binada, həm kubça. İndi isə keçək mənzilin daxili görüntülərini sizə təqdim edəcəyik. Bura mənzilin giriş hissəsidir. Bura holdur, göründüyü kimi. Birbaşa buradan keçirik. Böyük bir zal bizi qarşılayır. Girişdən sağ istiqamətdə demək belə bir geniş bir mətbəx var. Göründüyü kimi tam mebelləri də hazırdır. Mebellər vurulub. Bunu vurgulayım ki, dəyərli izləyicilər, mənzildə təmirdən sonra yaşayış olmayıb. Mənzildə ümumilikdə 2 san qovşaq var. Biri holda demək sağ istiqamətdədir. Daha sonra biz bura yəni holdu göründüyü kimi sol istiqamətə yönlənirik. Burada da bizi yataq otağı qarşılayır. Mənzil haqqında ümumi məlumat verək. Mənzil yerləşir 8-ci mikrorayonda Varovski dairəsinin yanında yeni tikili binada yerləşir. Yeni tikili binada həm qaz var, həm kubça var. Mənzildə kubçası hazırdır, alınıbdır. Mənzilin ümumi sahəsi 104 kvadrat metrdir. Çox geniş bir mənzildir. Mənzil 2 geniş otaqdan ibarətdir. Bir geniş mətbəx, 2 geniş otaq. Mənzildə 2 san qovşaq var. Tam təmirli mənzildir. Mənzilin mərtəbəsi idealdır. Düz orta mərtəbədə yerləşir. 14 mərtəbəli yeni tikili binada. Mənzil ipotekaya yararlıdır. Əlavə məlumat üçün profildəki nömrələrdə əlaqə saxlaya bilərsiniz.